Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, sırf bu videomuz, yəni bir növ 12-dən nöqtə atışı deyək bu videoya, ali təhsil müəssisələrinə hazırlaşan bakalavrlara bu video gəlsin və onlar da buna diqqətlə qulaq assınlar. Əksər şagirdlər var ki, ali təhsil müəssisələrinə hazırlaşan zaman, məsələn, bir gün ərzində baxırsan ki, 5 fənnin 5-nə də hazırlığa gedilir. Axıra yaxın qaça-qaça düşmək, yaxud indidən yüklənib 5-nə də getmək heç doğru fikir deyil, səhvdir. Səhv düşüncədir, yanaşma tərzidir. Niyə? Tarix, coğrafiya, fizika, kimya, riyaziyyat. 5-nə də eyni gündə getdin. Amma baxırsan ki, həqiqətən oturub fikirləşirsən, ortada bir keyfiyyət görə bilmirsən. Çünki adətən 5 fənnin 5-nə də gedəndə eyni hazırlıq gününə düşmədiyi üçün içəridə lori dilində isə bastırıq deyilən bir növ, yəni insan çoxluğu. Şagirdlərin toplu halda ümumi içəridə baxırsan adam çoxdur. Və nəticə etibarilə də sən həmin adətən test işləməyə gedilir də, həmin 5 fənn olanda hər kəs bakalavr hazırlıq yolunu təbii ki, abituriyent müddətində keçibdir. Bakalavra qədər gələn müddəti, etapı belə deyək, həmin formanı. Və nəticə etibarilə də istədiyin, yaxud səni narahat edən, bilmədiyin mövzuda olan sualları tam olaraq soruşa bilmirsən və nəticə olaraq keyfiyyəti tam dərk edə bilmirsən. Və inkişafı özün-özünə rahat hiss edə bilmirsən. Halbuki planla, ardıcıllıqla 2 fənni bölüb, gündə 2 fənnə gedib və axşam planlı şəkildə yatıb, durub, hər səfər əlində telefon, yaxud 5 dəqiqə biraz oyun oynansın, 10 dəqiqə biraz futbola baxılsın kimi meyarlar olacaqsa, təbii ki, ortada nə inkişafdan söhbət gedə bilməz, nə də planlı ardıcıllıqdan. Kimsə demir ki, istirahət etmə. Yox, istirahət etsən, sən səhv edirsən. Xeyr, istirahəti də elə. Amma sən bilirsən ki, ən azından 2 illik abituriyent və yaxud bakalavr pilləsinə gedilən yolda bu sənin limitindir. Və heç zaman da unutmayın ki, heç nə eyni qalmır, nə də eyni həvəs qalmır. Məsələn, 18 yaşlarında bir həvəs, 19 yaşda bir ailə həvəs. Məsəl üçün, getdin, kəsildin, artıq sənin var 19-20 yaşın və eyni həvəs qalmır. Həmin motivasiya olmur. Çünki o yaşda başqa plan olur. 25 yaşda başqa plan, 30 yaşda başqa plan, 35 yaşda ayrı yeni bir düşüncə tərzi formalaşır. Və nəticə etibarilə də hər şeyin inkişaf etməsi üçün müəyyən yaş ardıcıllığı və müəyyən planlı göstəriş və ya gediş olmalıdır. Bundan da əlavə, hər zaman hər hansı bir fənni oxuyan zaman çalışın konspekt şəklində hazırlaşın şagirdlər. Bu sizi effektiv və daha da çox yaxındır. Məsələn, tarixdən xronologiyanı çıxartmaq, riyaziyyatdan düsturları çıxartmaq, fizikadan eyni riyaziyyat kimi düsturları çıxartmaq, riyaziyyatdan dedikcə, məsələn, trigonometriya, loqaritma, törəmə, integral və s. Və yaxud ədəbiyyatdan hər hansı bir şairlərin öldüyü yaxud doğulduğu illəri, şeirlərin ardıcıllığını, romanların əsərlərini çıxartmaq. Yəni, bu kimi meyarlara diqqət olunsa, yoxsa kobud bir ifadə var, deyir, ağabaşına, külbaşına oxundu, getdi, sonra getdi, kəsildi. Niyə? Çünki planlı şəkildə yox idi. Ona görə hər zaman məqsədli və inamlı olun ki, hər hansı bir inkişafın müəyyən mərhələlərində və yaxud imtahanın sonuna yaxın əl-ayağa düşüb, narahat edib mandraj deyilir buna, yaxud travmaya, təlaşa düşmə şəkli deyilir. Ona düşməyəsiniz. Bu qədər. Suallarınız olduğu təqdirdə mesaj bölməsi yaza bilərsiniz, yaxud onlayn və əyani şəkildə davam edən seanslara qoşula bilərsiniz.